Nikahın qeydə alınması ilə bağlı istənilən asan xidmət mərkəzinə müraciət oluna bilər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınır. Bunun üçün ilk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Bu, tibbi arayış asan xidmət mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən əldə oluna bilər. Bir nəfər üçün tibbi arayışın verilməsi ilə bağlı 20 manat ödəniş nəzərdə tutulub. Arayışın hazır olma müddəti 14 gün, etibarlıq müddəti isə 1 aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınması ilə bağlı birlikdə ərizə ilə müraciət edə bilərlər. Əgər hər iki tərəf Azərbaycan Respublikasının vətəndaşıdırsa və hər iki tərəfin ilk nikahıdırsa, nikahın qeydə alınması ilə bağlı tələb olunan zəruri sənədlər, hər iki tərəfin şəxsiyyət vəsiqəsi, hər iki tərəfin tibbi müayinədən keçdiyini təsdiq edən tibbi arayış, hər iki tərəfin doğum haqqında şəhadətnaməsi və hər iki tərəfin valideynlərinin doğum haqqında şəhadətnaməsi dövlət rüsumu asan xidmət mərkəzlərində bank vasitəsilə ödənilir. Nikahın qeydə alınması ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödənilir. Nikahın qeydə alınması ilə bağlı 1 iyun 2025-ci il tarixindən etibarən ərizə ilə müraciət edən vətəndaşların qanunla qadağan olunmuş qohumluq münasibətlərinin olub-olmaması yoxlanılır. Nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğum şəhadətnaməsi bununla bağlı təqdim olunur. Elektron informasiya sistemində doğum haqqında şəhadətnamələr barədə məlumat əks olunarsa, sənədin əslini təqdim etməyə ehtiyac olmur. Əlavə araşdırma müvafiq xidmət pəncərəsində əməkdaşlar tərəfindən aparıldıqdan sonra ətraflı məlumat yerində qeyd oluna bilər.